Hər kəs öz həyat yoluyla məktəbin, müəllimin insanın həyatında nə kimi olduğunu bilir və qiymətləndirməlidir. Mən isə həmişə həyatımda bütün varlığımla, keçdiyim həyat yoluyla məktəbə borçluyam, müəllimə borçluyam. Peşəkarlığın, biliyin, savadın, intellektin əsası məktəblərdə qoyulur. Ona görə məktəbdə verilən təhsil insanın həyatında həlledici rol oynayır. Və hər bir insan üçün onun gələcəyi, onun taliyi məktəb illərində dərslərə verdiyi qiymətlə, dərslərə verdiyi diqqətlə birbaşa bağlıdır. Azərbaycanın bütün uşaqlarına şən həyat, saadət və xoşbəxt gələcək arzuluyuram. Hər bir insan öz həyatının mənasını və gələcəyini uşaqlarda görür. Uşaqlar hər bir ailəyə xoşbəxtlik bəxş edir. Uşaqlar cəmiyyətin gülüdür, çiçəyidir. Uşaqlar hamımızın həm bu günüdür, həm də gələcəyidir.